Öz zamanımızda verdiyiniz qəbul imtahanını indiki qəbul imtahanları ilə uzlaşdırsanız neçə bal toplamış olardınız? Çox yaxşı sualdır. Hər halda demək indi bütün maksimum suallara cavab verəndə insan 700 bal toplayır. Amma bu formal olaraq 700 bala uyğun olan bilikləri 690 bal nəticə göstərən uşaqlar da onlara uyğundur. Çünki bizdə cəmi 3 sual var idi hər bir fəndən və o suallara biz yazılı cavab verirdik ya da şifahi cavab verirdik və bizi qiymətləndirən müəllimlər 5 yazanda həmin o fərqi tam formal tuta bilmirdilər. Və misal üçün 690 bal toplayan bizim imtahanda orada 5 ala bilərdir. 650 balda toplayan 5 ala bilərdir və 700 balda toplayan 5 ala bilərdir. Onların arasında insan fərq qoya bilməz. Pedaqoji nöqteyi nəzərindən onların arasında fərq yoxdur. Mən maksimal balları toplamışdım və çox yüksək müsabiqə nəticəsində istədiyim yerə qəbul olmuşdum. Təxminən 650 baldan yuxarı nəticə yəqin ki olardı.